Deməli, bu gördüyünüz BMW C30'un biz bugün alqı-satqı yoxlanışını elədik. Avtomobildə bir çox problemlər vardı. Onları da aşkar elədik. Avtomobil sahibi ilə avtomobil satan şəxs razılaşdırar. Dedilər ki, bu problemləri nə varsa bunları düzəldək. Onlar öz aralarında alqı-satqısını elədilər və biz də avtomobil başladıq təmin işlərini görməyə. İlk öncə gördüyümüz iş elektrik işidir. Nədir məsələ? Avtomobil paketə yığılıb, M paketə yığılıb gördüyünüz kimi. Və burada problem nədir? 360 kameralar işləmir deyə düzəltdik. Radarlarında üçündə problem var idi. 3 tane radar üçündə dəyişmədən, yəni aldırmadan özünü təmir elədik. Tok və şnur sistemlərində problemlər var idi. Onların hamısını Cambridge zavod istehsalçısı kimi necə lazımdır və üstündən də parça zalentimizlə ən təhlükəsiz formada necə lazımdır işlədik, düzəltdik, radarlar da düzəldik, kör nöqtələrdə problem var idi. Onları da düzəltdik, distronikdə problem var idi. Onu da proqramını verdik. Və bundan əlavə olaraq bu paketdə yığılanda bunlarda bir üst jalüz var, bir də alt jalüz var. Bu alt jalüzdə problem var idi, alt jalüz daim olaraq qapalı qalırdı. Onu da düzəltdik, kalibrasiyasını da verdik, artıq bütün jalüzdə heç bir problem yoxdur, hamısı işləyir. Bir dənə qalıb üzünə yerləşdirmək və sonraki problemləri həll etmək. Əziz izləyicilər, kimin ki avtomobilində söhbət də BMW-dən gedirsə, F və üzəri seriyalarda istənilən elektrik işi, istənilən proqram təminatı üçün rahatlıqla yaxınlaşa bilərsiniz bizim yanımıza. Gördüyümüz bütün işlərə zəmanət veririk. Gətirirsiniz buraya, yaxınlaşırsınız, qoyursunuz avtomobil diaqnostik edirik, bütün problemləri aşkar edirik, təxmini qiymət civarı aralığında çıxardırıq və digər yerlərə getməyə ehtiyac yoxdur. Nə mənada? Avtomobildə olan hər hansı problem, ehtiyat hissəsində tutmuş hər bir şey elektrik ait əlimizin altında var. Tam ideal vəziyyətdə düzəldirik və bütün görülən iş proseduru da avtomobil sahibinə video şəklində WhatsApp üzərindən göndərilir və əlavə olaraq avtomobil servisimizdə kamera müşahidə altında düzəldirik, kamera nəzarəti altında. Belə, profildə də nömrəmiz var, əlaqə nömrəmiz var, ünvanımız da var. Kim istəsə yazıb əlaqə saxlaya bilərlər. Təşəkkürlər, izləmədə qalın. Təşəkkürlər Azərbaycan.